Magen David Azərbaycan İnsan Hüquqları Müdafiəsi və Xeyriyyə Cəmiyyətinin sədri, Ümumi-İsrail Qafqaz Yahudiləri Asosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Silvestrovu dəvət etmək istəyirəm. Hörmətli tədbir iştirakçıları, dəyərli qonaqlar, Azərbaycan tarixində ən parlaq səhifələri şəhidlərin qanı ilə yazılmışdır. Bu səhifələr nəinki qanla, eyni zamanda şərəf, ləyaqət, qürurla yorulmuş müqəddəs mirasdır. Bugün burada millətimizin dəyərli, qatan seçilmiş simalar, elm, düşüncə adamları, dövlət və cəmiyyət nümayəndələrinin qarşısında o müqəddəs miras sahiblərinin yad etmək üçün toplaşmışıq. Bizim şəhidlərimizin yalnız anmırıq. Biz onları düşünürük, duyuruq və onların bizə buraxdığı ideya və iradə vəsiyyətlərini daşıyaraq, onların təkcə fiziki olaraq döyüş meydanında deyil, həm də insanlıq səviyyəsində mənəvi zirvəyə qalxmış insandırlar. Bu zirvənin simvollarından biri də şübhəsiz ki, Azərbaycan milli qəhrəmanı Albert Aqaronovdur. O tarixdə yalnız bir əskər, tank komandiri kimi qalmadı. O, əqidəsini, ürəyi, mənəviyyatı ilə milli həmrəyliyini canlı təcəssümü ilə çevrildi. Yahudi əsilli, amma Azərbaycan ruhlu qəhrəman. Bu xalqın nə qədər mədəni, tolerant, yüksək dəyərlərə söykənən bir toplum olduğunu bütün dünyaya göstərdi. Albert Aqaronov yalnız öz ailəsinin deyil, bütün Azərbaycanın oğlu idi. Onun həyat yolu bugün bizə bir mesaj verir. Vətənə sevgi insanın kimliyində deyil, ürəyində doğulur. Əziz tədbir iştirakçıları, şəhidlərimizin hər biri bir kitabdır. Onların ömürləri bizim üçün dərs, örnək və yol xəritəsidir. Biz bu yol xəritəsi ilə sabaha getməliyik. Biz gələcək nəsillərə yalnız savadla yox, qəhrəmanlıq ruhu ilə böyütməliyik. Çünki şəhidlər bizə təkcə torpaq yox, həm də qürur və kimlik bəxş etdilər. Missiyanın böyük məsuliyyəti və qürur hissi ilə yerinə yetirən Magen David Azərbaycan təşkilatı olaraq vətənpərvərlik ruhunda yaşatmaq, millətlər və dinlər arasında həmrəyliyin güclənməsi yolunda daima fəaliyyət göstəririk. Biz şəhid ailələrin yanında olmaqla, onların izzətini qorumaqla əslində öz milli ləyaqətimizi qoruyuruq. Sonda bir daha qeyd etmək istəyirəm, şəhidlər susqun deyil, danışandır. Onların səsi torpağın altından yox, hər bir Azərbaycanlının vicdanında eşidilir. Biz onların qəhrəmanlığını xatırlayıb, həm də yaşatmalıyıq. Şəhidlərimizin ruhları qarşısında baş əyir, ailələrinə dərin minnətdarlığımı bildirirəm. Şəhidlər ölməz, vətən bölünməz. Yaşasın bütöv Azərbaycan.